Bizim şansa ve uğura ihtiyacımız var. Ama ondan da çok birbirimize. Evləndikdən sonra yola çıxdıq. O gündən bəri yeni illərimiz hər dəfə başqa şəhərlərdə keçdi. Bu il isə ilk dəfə öz evimizdə, öz yolkamızın yanında qarşılayırıq yeni ili. Noyabrda düşünürdük ki ilk yeni ilimiz evimizde olacaksa her şey rengarenk olsun. Planlar, arzular, xəyallar. Amma həyat bəzən sənin planından başqa cür bəzəyir evi. Dekabrın əvvəlindən Riyanın sağlamlığı bizi biraz yordu, biraz da qorxutdu. Amma bir şey də öyrətdi. Bizim evə çox şey lazım deyilmiş. O xəstəxanada olanda anladım ki evin işığı da, bəzəyi də oymuş. İndi aramızdadır və biz də istədik ki evimizdə bunu qeyd edək. Xoş enerji üçün, yeni başlanğıclar üçün yolkamızı bəzədik. Gürcüstanda gördüyümüz təbii şam ağacı uşaqlığımızın yeni illərini xatırlatmışdı. Ona görə bu il yolkamız da təbii oldu. Açığı, maraqlı oyuncaqla qarşılaşmadıq. Əvvəldən də hazırlaşmadığımız üçün səyahət çantamızın üstündə getdiyimiz ölkələrdən yığdığımız bayraqlar vardı. Biz də yolkamızı o bayraqlarla bəzədik. Ümid edirik ki gələn yolkamızda xatirələr daha da çox olacaq. Yeni il bizə də, sizə də şans, sağlamlıq və ürəyimizə yaxşı gələn hər şeyi gətirsin.